Analıq məzuniyyətinə çıxan işçiləri nələr gözləyir? Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən hamiləlik və doğuşa görə məzuniyyətlər əsasında qadınlara 126 gün ödənişli məzuniyyət verilir. 70 gün doğuşdan qabaq və 56 gün doğuşdan sonra. Lakin keysəriyyə əməliyyatı və yaxud 2 və daha artıq uşaq olursa, bu halda 14 tədbir günü əlavə olunur. Xəstəlik vərəqəsi təqdim olunandan sonra bu 14 günün müavinəti də verilir. 126 gündən sonra qadın uşağı qulluğa görə evdə qalmaq istəyirsə, qismən ödənişli məzuniyyətə görə müraciət edir. Qismən ödənişli məzuniyyətdə yaş yarıma qədər uşaq müavinəti 44 manatdır ayda. Əgər 3 yaşına kimi evdə qalırsa, bu halda 28 manatdır. Lakin qadın işə daha tez çıxırsa, bu müavinət dayandırılır. Buna baxmayaraq, işçi yenidən qismən ödənişli məzuniyyətə çıxmaq istəyirsə, yenidən müraciət edə bilər, ərizəsini yaza bilər və təzədən o müavinəti ala bilər.